Bugün mən Beyləqan rayonunda Qara şəhid evindəyəm. Terror şəhidimizin bu il dönümüdür, 2-ci ildir. Könül ananın yanına gəlmişik. Şəhidimizin evimizə gəlmişik. Kör Onun yanında olmadığını bir boş bildim. Allah sən bana rəhmət eləsin. Dərdim sinəmdə Səbir versin. Bugün özümə bir qurur verir, sən huzuruna gəlmə bir şərəf verir, qururdur. Ona görə sizin kimi analar yanında olmaq bizim kimi bir qururdur, fəxrdir. Bugün həm təmizliyin 2-ci il dönümü oldu. Dərdimi sinəmdə Sağ olsun, yoldaşlarım, gəldik. Bugün neçə dənə evdə olduq. Terror şəhidlərini ziyarət elədik bir-bir. Gündüz gec gəldik, keçdik. Hər zaman şəhid evləri gec tez olur. Hər zaman onların qapıları açılmış. Torpağı anadan çox sevən bala Daşlardan boylanıb daş olan Şəkil gətirmədim, həm təmkin şəkili gətirməm, sonra atıb. Duralım gözümdə yaş olan bala Qəlbimi Allah səni səbir etsin. Allah səni sızladır Allah sizin için olanlar var etsin. Ömür günü vakti tez olan bala Məşədi Kərbala hazır edir. Mən səmimi gəldim. Sızladır Allah sizlərə verir. Sizlərə gözəl balalar bizim uşaq olsun. Qardaşımız ölçəndə bir şəhiddən bir uşaq olsun deyirəm. Əvvəlinizdən mən də sizə təşəkkür bildirəm ki, bugünkü gün o şəhidin evin qapısını döyüb içəri girən hər bir kəs Müqəddəm sanki o qədər əzizdir ki, bizə bir ocağın bu bir qürur verir ki, bugünkü gündə həmid-həmidliyimiz nur çırağı yəni bir şəhid olaraq, bəlkə də həmid-həmidliyimiz bir şəhid evinə gəlməyiz, bizə həqiqətən bir qürur verici bir his yaşadır. Allah hər birinizdən razı olsun, hər birinizə təşəkkür edirəm.